Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, ekranda gördüyünüz suallar bugün 19 aprel 2026-cı ildə OTK tərəfindən təşkil olunmuş blok imtahanının suallarıdır. Suallar bugün təşkil olunub və siz də bilirsiniz ki, bu sualların etalon cavabları hələ bəlli deyil. Lakin sizlərə dəstək məqsədi ilə, kömək məqsədi ilə suallarınızı bir qədər yoxlayıb 95-97% sizə düzgün yolu göstərmək məqsədi ilə mən bugün bu suallara cavab vermək istəyirəm, aydınlıq gətirmək istəyirəm. Suallara cavab vermək istəyən mən Şəlalə İbrahimova. Nə üçün 95 və 97% deyirəm? Çünki ola bilər mənim də hər hansı bir sualda diqqətimdən qaçan bir məqam olar. Xahiş edirəm, diqqətimdən qaçan məqam varsa, fikir vermədiyim, ötürdüyüm bir hissə varsa, siz də mədəni bir şəkildə şərh bölməsində öz fikirlərinizi mənimlə bölüşün. Hər birinizin fikri mənim üçün önəmlidir və dəyərlidir. Gəlin suallara yaxınlaşaq və yaxından baxaq. Beləliklə, birinci sualda bizə deyir ki, ptekantroplar insana bənzər meymunlardan fərqli olaraq nəyə malikdir? Ptekantrop insanın qədim əcdadıdır. İnsana bənzər meymun isə insandan bilavasitə əlaqəli deyil. Mimiki əzələlər hər ikisində var. İkinci siqnal sistemi nə ptekantroplarda, nə də insana bənzər meymunlarda olmayıb. Biz isə ptekantroplarda olan, insana bənzər meymunlarda olmayan bir keyfiyyət istəyirik. Yaxşı inkişaf etmiş alın və gicgah payları bütün insana bənzər meymun və ptekantroplarda var. Çənaltı çıxıntıya malik olmağı isə heç birində olmayıb. Qədim insan olsa da ptekantrop danışmaq qabiliyyətinə malik deyildi. Ona görə onda çənaltı çıxıntı olmayıb. Qaşüstü yastıqçıq isə düşünürəm ki, ptekantroplarda mövcud idi. Klonlaşdırmada istifadə olunan kök hüceyrələrin çoxalması zamanı hansı proses baş verməz? Klonlaşdırmada istifadə olunan hüceyrələr birə-bir götürülən ana hüceyrənin eynisi olmalıdır və heç bir dəyişiklik olmamalıdır. Çünki somatik hüceyrəsi götürülən hüceyrədə hansının somatik hüceyrəsini götürmüşüksə onunla eynisi yaranmalıdır və dəyişiklik və yaxud da ki, fərqli bir əlamət meydana gəlməməlidir. İrsi əlaməti ötürə bilərmi somatik hüceyrə? Somatik hüceyrənin daxilində xromosomlar olduğuna görə orada irsi əlamətin ötürülməsi baş verə bilər. Üzvü maddənin sintezi də baş verə bilər. Qütblərə 2 xromatitli xromosomların çəkilməsi də baş verə bilər. Nə üçün mən C bəndinin üzərində daha çox dayanıram? Genin ikiləşməsi zamanı fərqli bir əlamət əmələ gələcək. Fərqli bir əlamət əmələ gələndə isə onda klon anadan fərqli keyfiyyətə malik olacaq. Düşünürəm ki, burada C bəndidir, amma məni çaşdıran bir məqam var. Ekvator lövhəsinin yaranması deyəndə, mən xromosomların ekvator boyunca düzülməsini nəzərdə tutursa, əlbəttə mitoz bölünmədə bu müşahidə olunur. Amma bitki hüceyrəsində isə ekvator bir lövhə əmələ gəlirdi, daxildən xaricə doğru bölünmə baş verirdi. Mən düşünürəm ki, klonlaşdırmada bunu nəzərə almaz. Çox güman ki, burada ekvator boyunca düzülməsi nəzərdə tutulur. Ona görə mən C variantının üzərində daha çox dayanıram. İnsanda göstərilən skeletin şöbəsi kəllənin skeletidir. Doğru olan ifadələri müəyyən edin. Gövdənin skeleti ilə bilavasitə birləşmə əmələ gətirir. Doğru fikirdir. Gövdənin skeleti ilə bilavasitə birləşmə əmələ gətirir. Çünki birinci boyun fəqərəsi gövdənin skeletinə daxildir. Və sümükləri hərəkətli və hərəkətsiz birləşmə əmələ gətirir. Doğrudur. Kəllədə yarım hərəkətli sümük birləşməsi yoxdur, amma hərəkətli və hərəkətsiz birləşmələr var. Hərəkətli birləşmə də alt çənə sümüyüdür. Qurşaq sümüyü ilə bilavasitə birləşmə əmələ gətirməz. Əsas bədən boşluqların yaranmasını təmin edirmi? Əlbəttə, ağız boşluğu, burun boşluğu, göz boşluğu əsas bədən boşluqlarından biridir. Yalnız tək sümüklərdən təşkil olunub. 2 təpə sümüyü, 2 gicgah sümüyü, 2 almacıq sümüyü və s. Burada cüt sümüklər də var. Variantda isə deyir tək sümüklərdən. Beləliklə 1-2-4 bəndi doğrudur düşünürəm. Göz almasını hərəkət elətdirən əzələlərin sinir mərkəzləri beyin körpüsündən keçər. Bu, kitabda açıq-aydın təsvir olunub. Şəkildə rəqəmlə göstərilən hansı orqanın funksiyasının pozulmasından pankreatit xəstəliyi yaranır? Əvvəlcə pankreatiti xatırlayıram ki, pankreatit nazik bağırsaqda, daha doğrusu 12 barmaq bağırsaqda karbohidratın həzminin pozulması nəticəsində yaranan bir xəstəlikdir. Və düşünürəm ki, 12 barmaq bağırsağa qaraciyər və məədaltı vəzin axarı açılır. Qaraciyər bilavasitə
həzmdə iştirak eləmir. O yağların mexaniki həzmində iştirak eləyir və beləliklə məədaltı vəzi seçirəm ki, karbohidratı parçalayan ferment olmayıb ki, orada karbohidrat mübadiləsi də pozulub. Yəni karbohidratın həzmi pozulub. Məədaltı vəzi də 3 ilə göstərilir. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. İnsanda yumurtalıq və toxumluq haqqında doğru fikirləri uyğunlaşdırmalıyam. Testosteron və androgen hormonları kişiyə aiddir və toxumluğa aid eləyirəm. Daxili sekresiyanın məhsulu kimi hüceyrə yaradır, hər ikisini aid eləyirəm. Çünki həm yumurtalıq, həm toxumluq hüceyrə yarada bilər. Toxumluq spermatozoid, yumurtalıq isə yumurta hüceyrə yaradır. Qarışıq sekresiya vəzisidir hər ikisi. Əsas bədən boşluğunda yerləşiriksə yumurtalığa aid eləyirəm. Çünki toxumluqlar bədən boşluğunda yox, bədəndən kənarda yerləşir. Axarları ifrazat sistemi orqanına açılır. Axarları ifrazat sistemi orqanlarına açılırsa, mən bunu toxumluğa aid eləyirəm. Çünki axarları sidik kanalına açılır. Beləliklə 1-ə aid olsun 4. Baxın 1-ə 4 həm B bəndindədir, həm də amma 5 aid eləməmişəm mən. Ona görə düşünürəm ki, B bəndi doğrudur. Yenə də yoxlayaq 1-ə 4, 2-yə 1 5, 3-ə isə 2 3 doğrudur. Növbəti suala keçirik. Disruptiv seçməyə aid mülahizələri müəyyən edin. Xatırlayıram ki, disruptiv seçmə parçalayıcı seçməkdir. Bu zaman nələr baş verir? Hansı fikir doğrudur? Dəyişən mühitə uyğunlaşan orta göstəriciyə malik fərdlər sağ qalır. Bu, parçalayıcı seçmə yox, stabilləşdirici seçmənin keyfiyyətidir. Heterozigotların xeyrinə seçmə adlandırmaq olar. Bu da hərəkət verici seçmədir. Xəstəlik törədən bakteriyalarda antibiotika qarşı dözümlük yaranır. Hərəkət verici seçmədir. Populyasiyada bir-birindən fərqlənən variasiyalar yaranır. Doğru fikirdir. Yadıma salıram ki, bu, demək, durna balığında baş verirdi parçalayıcı seçmə, disruptiv seçmə. Orta hədlər məhv olurdu, kiçik və böyük hədlər isə sağ qalırdı. Beləliklə fərqlənən 2 variasiya yarandı. Tozağacı qarışqa kəpənəyində sənaye melanizminin yaranması, sənaye cəhətdən yeni formaların yaranması isə hərəkət verici seçmədir. İnsanın qan damar sxemi verilib. Sxemdə venoz və arterial qan axan damarları müəyyən eləyindir. Baxaq, ürək modelidir və 1, 3, 2, 4 ürəyin hissələridir. Düşünürəm ki, ürək modelidirsə şəkil mənim əksimdir. Bu ürəyin sol tərəfidir, yəni 2, 4 hissə ürəyin sol tərəfidir. 1, 3 hissə isə ürəyin sağ tərəfidir. Beləliklə, sağ tərəfə birləşən damarlarda venoz, sol tərəfə birləşən damarlarda arterial qan götürüm. Venoz damarları 1, 3, yəni A və C, ürəyin sol tərəfinə sağ tərəfinə birləşir, AC. Beləliklə, AC bir venoz qan daşıyır. 2 tərəfinə isə, yəni 2-yə arterial qan daşıyanlara isə B və D sol tərəfə birləşən damarları götürdüm. Hansı ifadə doğru deyil? İfrazat sisteminə aid hansı ifadə doğru deyil? Son sidik qədəhə bənzər kapsulda yaranır fikri doğru deyil. Çünki son sidik yaranmağa başlayır qıvrım kanallarda. Qanın süzülməsi qədəhə bənzər kapsulda baş verir. Doğru fikirdir. Son sidik qıvrım kanalcıqda yaranmağa başlayır. Doğrudur. Son sidik qıvrım kanallarda yaranmağa başlayır çünki reabsorpsiya orada baş verir axı. Sidik axarları böyrək piramidlərindən başlanğıc götürür fikri doğru deyil. Sidik axarları bilavasitə böyrək ləyənlərindən başlanğıc götürək. Sidik hissəsi bir növ toxumadan təşkil olunub. Sidik hissəsi əzələvi orqandır, say əzələdən təşkil olunub. Düşünürəm ki, hər bir orqanda 4 toxuma var, amma sidik hissəsi əzələdirsə say əzələ var. Ora qan damarları və sinirlər gəlirsə, ən azından orada sinir toxuması da var. Bir növ toxumadan təşkil olunub fikrini səhv götürürəm. 1, 4, 5 cavabını seçdim. Çöl qatır quyruğunun yaz zoğunda baş vermir. Çöl qatır quyruğunun yaz zoğunu xatırlayıram ki, kökümsovdakı ehtiyat qida maddəsinin hesabına yaranırdı. Fotosintez etmirdi. Onun əsas funksiyası sporları yaymaq idi. Beləliklə baş vermir deyirsə, baxın elə fotosintezi götürə bilərəm. Mitoz gedə bilərmi? Bəli, qatır quyruğunun yaz zoğu 2N-dir. Yetkin bitkinin yaz zoğları 2N-dir və əgər zoğun bir hüceyrələri bərpa olunanda mitoz bölünmə baş verə bilər. Meyoz gedə bilərmi? Bax, gen mübadiləsi deyəndə burada meyozu nəzərdə tutulur. Bəli, qatır quyruğunun yaz zoğunda sporlar yetişir. 2N-dən N əmələ gəlir, meyoz gedə bilər. Amma mayalanma orada gedə bilməz. Mayalanma protalın üzərində baş verir.
Növbəti suala baxırıq. Doğru olmayan ifadəni müəyyən eləyin. Şeh çiçəyi üçün doğru olmasın. Şeh çiçəyi barədə məlumatları xatırlayıram. Şeh çiçəyi miksotrof qidalanırdı. İstənilən zaman avtotrof, istənilən zaman həşəratı tutarsa, bu zaman heterotrof qidalanırdı. İkinci dərəcəli konsument ola bilərmi? Əgər həşəratla qidalanırsa, ikinci dərəcəli konsument ola bilər. Doğru fikirdir. Üzərinə günəş enerjisi düşəndə 1% istifadə edə bilərmi? Doğru fikirdir. Aldığı enerjinin 95%-ni istilik şəklində yaya bilərmi? Qida zəncirində enerjinin bir canlıdan digər canlıya keçməsi mövzusunda biz bilirik ki, minimum keçən enerji 5%-dir. Əgər şeh çiçəyi də həşəratdan 5% enerjinin daxil olubsa, demək ki, 95%-ni ətrafa yaya bilər. Doğru fikirdir. Qida zəncirinin birinci halqasında yerləşə bilərmi? Əgər şeh çiçəyi fotosintez eləyirsə, onu produsent sayacaqsınız və o qida zəncirinin birinci halqasında yerləşəcək. Lakin heç bir halda, yəni şeh çiçəyi avtotrof da olsa, heterotrof da olsa, o birinci dərəcəli konsument olmaz. Çünki şeh çiçəyi bitkilərlə qidalanmır. Şəkildə sizə təsvir olunan heyvan ördək burundu, onun ördəkdən fərqlənməyən xüsusiyyətini seçməliyik. Qarın və döş boşluğunu ayıran ara kəsməyə malikdir. Sualı tərtib eləyənlərə kiçik bir tövsiyəm var. Tövsiyəm ondan ibarət ki, bu cür ara kəsmə sözünü yazmamalıydı. Daha dəqiq, əzələli ara kəsmə sözünü yazmalıydı. Çünki quşların da qarın və döş boşluğunu ayıran pərdə şəkilli ara kəsmələri var. Ona görə də bu fikir əzələli ara kəsmə olsa daha yaxşı olardı. Sözsüz ki, bu fikri nəzərə almayıb, o sualı tərtib eləyən düşünüb ki, ara kəsmə yalnız məməlilərdədir. Sıx tük örtüyü də məməlilərdədir, ürək boşluğunda sol aorta qövsü, südlə bəslənmə. Amma yumurta qoyan məməlilər və ördəyin yumurta sarısı çox olduğuna görə rüşeym diski bölünür. Yumurta sarısı tam bölünmür. Uyğunsuzluğu müəyyən eləyin. 13-cü sualda daha dəqiq olması üçün xahiş eləyərdim ki, burada əzələli diafraqma sözünü yazsınlar. Uyğunsuzluğu müəyyən eləyin. Lizosim ağız suyunda fermentdir. Polipeptid ola bilər, bəli. Xolesterin yağa bənzər maddədir, damarların daxilini tutur, lipid mənşəllidir. Lipaza fermentdir, yağları həzm eləyir və zülal mənşəllidir. Xitin həşəratın qabığıdır, polisaxariddir. Amma sellilaza, baxın aza yazılı, polisaxarid deyil, fermentdir. Baxaq, sxemdə bir neştərçə təsvir olunub, X, Y, Z düzgün verilsin. Elə bir əlamət olmalıdır ki, X-da neştərçədə olmasın, Z və Y neştərçədə olsun. Gəlin baxaq. Neştərçədə olmayan qəlsəmə qapağı yoxdur. Doğru fikirdir, neştərçədə yoxdur. Tək üzgəclər var və anal atrial dəlik var. Baxın, X olmasın, Y və Z olsun, bir düzgü, uyğun gəlir. Udlaq neştərçədə varaq, amma burada deyir olmasın. Cüt üzgəclər, neştərçədə cüt üzgəclər yoxdur. Ona görə cüt üzgəclər olmasın. Ağız qıfı var, qoxu çökəkliyi var. 3 də uyğundur. Qəlsəmə yarıqları, üzdən baxanda qəlsəmə yarıqları olmasın, ürəyi olsun, lent şəkilli böyrək yoxdur. Amma Z olmalıydı. 4-ü götürə bilərdim, amma lent şəkilli böyrək yoxdur, orada metanefridal böyrəkdir. Ona görə uyğun olsun deyirsə, mən 1-3 bəndini işarələyəcəm. Növbəti suala gələk. Həkim xəstənin gözünü müayinə eləyir. Rəngli görmənin əsasən qırmızı və yaşılı təmin edən reseptorların fəaliyyəti pozulub deyir və irsi olduğunu deyir. Bu xəstəlik nədir? Daltonizm xəstəliyidir, irsi faktordur, düz deyir. X cinsi xromosomla dominant keçir, səhvdir. X cinsi xromosomla resessiv keçir, doğrudur. Y cinsi xromosomla keçə bilərmi? Xeyr. Y cinsi xromosomla qulaqda tüklülük, bitişik barmaqlılıq və bax bu kimi keyfiyyətlər, bir də dəridə pulcuq, balıq pulcuğu kimi olan keyfiyyətlər Y xromosomla keçirdi. 16-cı suala baxırıq. X, Y, Z və K-nı müəyyən eləyin. Bitkilərdə uzaq hibridləşmə olsun, özü də bunu tsitsin aparsın. Uzaq hibridləşmə çoxillik buğdanı tsitsin aparıb. Bəliyə çoxillik buğda olsun. Çoxillik buğda ilə başlayan 2 variantım var. Xeyri saxlayıram. Xeyr hər bir adam ola bilər. Yenə bu tərəfə baxıram. Butarin və lusis butarin olsun, uzaq hibridləşmə aparsın, amma bitki olmasın. Demək heyvandır da. Lusislə butarin də arxar merinos. Z-ə də arxar merinos olsun. Baxın, 2 variantla başladım. Çoxillik buğda, amma Z-də qaytaq yazılıb. Lusis butarin isə arxar merinosu hibridləşdirdiyinə görə digər variantlara baxaq.
Sitsin çoxillik buğda qış beresini sitsin eləməyib. Doğru gəlir. K-da isə ropşa balıq cinsidir. Bəli, bu tarindən Lusis ropşa balıq cinsini almayıb. Ropşa balıq cinsini Kirpiçnikov eləyibdir. Buğumaralarının sayı bərabərdir. Gicitgandır, toz ağacıdır, oleandırda, zoğlarda yarpaqların sayını göstərək. Gəlin, bu sual sadə sualdır da. Buğumaralarının sayını hər birində tutaq ki, bir buğumarası götürək. Ən sadə olsun deyə. Bir buğumarasıdırsa, oleandırda, baxın, 3-də mən minimum 6 yarpaq götürərəm, çünki 2 buğum olacaq axı. Toz ağacıda 3-də 6 yarpaq götürürəm, 2-də 2 yarpaq olacaq, 2 buğum varsa. Gicitganda isə 1-də isə 4 yarpaq olacaq. Deməli, ən çox oldu 3-də, sonra 1-də, sonra 2-də. Baxın, Y variantı verilmiş oldu. Növbəti suala keçək. 18-ci suala baxırıq. May böcəyində qolcuqların birləşdiyi strukturların sayı. Yəni, düşünürəm ki, bir abituriyent əgər həkim olmaqdır onun məqsədi. Baxın, bu may böcəyinin qolcuqlarının üstü o qədər bizim gözəl biologiya suallarımız var ki, bir həkim olan bir abituriyent üçün bu etalon deyil may böcəyinin qolcuqlarını bildi ya bilmədi, ağız strukturlarını bildi ya bilmədi. Bunu bir gözəl biologiya sualları, insan anatomiyasına aid gözəl suallar təşkil eləyin, gözəl məntiqi suallar vermək olar. Sualdır, amma ki, həşəratın qolcuğu bir uşağın bilik səviyyəsini ölçməyə yetərsiz bir sualdır. İndi bunu təşkil eləyən, sual tərtib eləyən insanlar növbəti imtahanlarda inşallah bunu nəzərə alar. Baxaq, qolcuqların birləşdiyi strukturlar hansılardır? Alt çənələr və alt dodaqlar. Alt çənələr və alt dodaq, mən belə düşünürəm. Alt çənələr 2 dənədir, alt dodaq isə 1 dənədir. Beləliklə, bura 3 yazıram. Qolcuqların birləşdiyi strukturların növ sayı isə 2-dir. Çünki alt çənə və alt dodağa birləşir. 2 üstə gələk 3, 5 olduğunu düşünürəm. Şəkildə göstərilən canlı mukor göbələkdir. Mukor göbələyində ola bilməz. Çox nüvəli hüceyrə, bəli, çox nüvəli hüceyrəsi var, heterotrofdur, bir hüceyrəli mitselis, sporangi, amma xromatofor yolsuna məxsusdur. İnsan askaridinin tək cinsiyyət vəzinə malik, bu erkək fərddir də, 2 yumurtalıq, bir dənədir, toxumluq. Bir dənə deyirsə, tək deyirsə, bu erkək fərdi nəzərdə tutur və erkək fərddə baş verməz deyir. Gametogenez baş verər, aerob tənəffüs, metabolizm, yəni maddələr mübadiləsi baş verər, xromosomların konjugasiyası. Xromosomların konjugasiyası deyəndə, yəni bu meyozu nəzərdə tutur. Əlbəttə ki, bu askarid cinsiyyət hüceyrəsi yetişdirəndə orada meyoz baş verəcək. Amma askariddə, erkək askariddə mayalanma prosesi baş verməz. Növbəti sualı, bax, mən bu sualı bəyəndim, həqiqətən yaxşı sualdır. Müəllifi də təbrik edirəm. Bax, bu cür məntiqi sualları görmək istəyərəm. Amma qolcuqlar belə gəldi, strukturlar belə gəldi, yox. Dəyərli suallardan biri də bax budur. Nə üçün? Gəlin baxaq, görək, nə üçün belə deyirəm. Xəstəlik törədiciləri, farengitin xəstəlik törədicilərini siz bilirsiniz ki, farengit həm bakterial, həm virus mənşəlidir. Demək, 2 səbəb var burada. Həm 1, həm 2-ni götürür ki, hansı bakteriyadır, hansı virusdur. Baxın, əgər hüceyrə divarı, ribosom, nuklein turşusu varsa, demək bu bakteriyadır. İkincisi isə virusdur. Baxaq, doğru ifadəni müəyyən eləyin ki, doğru ifadə olsun. 2. Azotlu əsasların növləri nukleotid növlərindən azdır. 2 virusdur. Onun içində ya RNT var, ya DNT. RNT və DNT-si varsa 4 növ azot əsası var, 4 növ nukleotidi var. Bu fikir səhvdir. Bəzi növləri üzvü maddə sintez eləyir. Virusun üzvü maddə sintez eləməz. Keçdik bakteriyalara. Əksər nümayəndələri xemosintez edicidir fikri doğru deyil. Bəziləri glikoprotein çıxıntılara malikdir. Bakteriyalar peptidoqlikan tərkibli hüceyrə divarına malikdir. Glikoprotein yox, peptidoqlikan tərkibli hüceyrə divarına malikdir. Amma bakteriyalarda polipeptid sintezi yalnız toplazmada gedir, doğru fikirdir. Növbəti suala baxırıq. Yer fındığının meyvəsi, yer fındığı paxlallar fəsiləsidir, paxla meyvə. Geoxronoloji cədvələ əsasən davam etmə müddətinə görə ən uzun erada baş verən aramorfozları müəyyən eləyin. Ən uzun era istəyirsə, proterozoy götürəcəksiniz. Proterozoyda borlu sümüklər yarandı, doğru deyil, daxili skelet, bəli. Bitki toxmaları paleozoydadır, götürə bilməzsiniz. Heyvanla orqanlar sistemi, bəli, proterozoyda var. İlk prokaryot orqanizmlər arxeydə yarandı. İlk ibtidai göbələklər yarandı fikrini götürə bilərəm. 2, 4, 6 fikri uyğundur.
Növbəti suala baxaq. Bir də xatırladıram ki, bu abituriyentin sual kitabçasındandır. Ona görə üzərində qeydlər var. Səliqəsizliyi bizə inşallah bağışlayarsınız. Bitki hüceyrəsidir və bitki hüceyrəsində tozcuqda gametogenez təsvir olunub. Gəlin xatırlayaq. Bitki hüceyrəsində gametogenez zamanı, tozcuq yarandığı zaman meyoz bölünmə gedir. Lakin əvvəlcə meyoz bölünmə, sonra isə mitoz bölünmə gedir. Heyvanda isə tam tərsinədir. Yenə 3 zonadır heyvanda. Baxın, burada heyvan təsvir olunub. Çoxalma zonası heyvanda mitozdur. Burada ümumiyyətlə mitoz keçirmir, interfaza keçirir. Burada isə meyoz. Deməyim odur ki, heyvan hüceyrəsində qametlər bilavasitə meyozdan, bitki hüceyrəsində qametlər bilavasitə mitozdan yaranır. Gəlin suala baxaq. Bölünmə vətəri hüceyrə mərkəzindən yaranır. Bu söz heyvanlara aiddir, bitkilərə yox. Genetik xüsusiyyətlərinə görə ana hüceyrəsindən Y fərqlənir. X meyoza məruz qaldığına görə 4 hüceyrə yaradıb. Ona görə də Y-in genetik xüsusiyyəti X-dan fərqlənir fikri doğrudur. Çünki meyoz gedib axı. Z nüvələri mitoz bölünmə nəticəsində, bəli, baxın, Y-dən sonra, meyozdan sonra hüceyrələr mitoza məruz qalır. Z bilavasitə mitozdan yaranır fikri doğrudur. Z-in nüvələri haploid xromosom yığımına malikdir. Y, bax, X 2N olur və ondan N yaranır. Mitoz yarandığına görə, bax, Y-dən də Z yarandığına görə bu da. Ona görə Z-in nüvələri haploid xromosom yığımına malikdir, doğrudur. Y-in nüvələri meyoz bölünmə keçirir. Y artıq mikrosporlardır, meyozdan yaranıb. Meyozdan yaranan hüceyrə yenidən meyoza daxil olmaz. Düşünürəm, burada 2, 3 və 4 bəndləri doğrudur. Burada maraqlı bir məsələ var, gəlin baxaq. DNT molekulunda 2 qat hidrogen rabitələrinin sayı adeninin sayını deyir. 2 qat hidrogen rabitələrin sayı deyilirsə adeninin sayıdır. 3 qat hidrogen rabitələrin sayına nisbəti 1/2-dir. Onda mən adenini X işarəliyim, guanini də 2X işarəliyim ki, nisbət 1-in 2-yədir. Və hidrogen rabitələrimin sayını da 1200 işarəliyirəm. Və hidrogen rabitənin belə bir düsturu var idi. Məndən nə soruşur? DNT-nin molekulunun uzunluğunu nanometrlə ifadə ilə deyir. Mən hidrogen rabitələrim bərabərdir. Nukleotidlər üstə gələk guanin ifadəsi yaza bilərəmmi? Bəli, yaza bilərəm. Beləliklə, nukleotidlərin yerinə nə yazım? Baxın, hər şey var da. Yazaram X-in adeninin yerinə X, timinin yerinə də X, guaninin yerinə 2X, təzdən bir də sitozinin yerinə də 2X yazaram. Baxın, burada indi guaninim var. Onun da yerinə bir dənə 2X yazım. Bərabər olsun 1200-ə. Deməli, 8X-in bərabərdir 1200-ə. Və mənim X-in bərabərdir burada. Baxaq, bunu hesablayaq. Və hesabladıq ki, 150-yə bərabərdir. X mənim üçün nədir? Adeninin sayıdır. Baxın, X adenin, guanindir, deməli, burada nədir? 300-üymüş. İndi mən nukleotidləri tapım ki, DNT-də hidrogen rabitəni bilmək, nukleotidləri bilmək demək deyil axı. Nukleotidləri bilmək üçün mən hidrogen rabitədən çıxım guaninin sayını ki, nukleotidləri tapım. 1200-dən mən çıxıram 300-ü. Deməli, nukleotidlərim nəymiş? 900-üymüş. Amma 900 nukleotidim 2 zəncirdə yerləşir. Buna görə uzunluğu olanda 2 zəncir ard-arda yerləşmir, yan-yana yerləşir. 2-yə bölürəm, 450-ni də vururam 1 nukleotidin uzunluğuna 0,34-ə, o da bərabər olar. Bunu da hesablayaq ki, 153 nanometrə bərabər olar. Beləliklə, bu suala da baxdıq, tanış olduq. Elə də çətin sual deyil. Baxaq, çarpazlaşma zamanı nəsildə yalnız kiçik beylərin geni daşıyan fərdlər sağ qalır. Neçə fenotipik qrup alınar? Tam dominantlıq mövcuddur, crossover var. Tam dominantlıq mövcuddur, crossover var deyirsə, 16 kombinasiya yaranacaq. Artıq mən burada 16 kombinasiyanı yazmıram. Siz özünüz mənim fikirlərimi Pennet cədvəlinə baxaraq yoxlaya bilərsiniz. 16 kombinasiyadan kiçik beylər olanı yadıma salıram. Kiçik beylər olan kombinasiyaların mən düşünürəm ki, yalnız onlar sağ qalacaq axı. Kiçik beylər olan kombinasiyaların, baxın, bunlar olacaq. Böyük A-lar, kiçik beylər, bax, bu kombinasiya sağ qalacaq. Böyük A, kiçik beylər sağ qalacaq və bundan
bizdə 2 ədəddir. Bir də kiçik A-lar, kiçik B-lər. Əgər nəsə diqqətdən qaçırdığım məqam varsa, deyin sizdə. Düşünürəm ki, bax, bunlardır. Kiçik B-lər olan genlər bunlardır. Və ona görə bu sarı, məsələn, qırışıqdır. Sarı qırışıq, bu da yaşıl qırışıq. Ona görə mən burada 2 fenotip düşünürəm. Siz də Pennet cədvəlində yazıb bir də yoxlaya bilərsiniz. Əgər diqqətsizliyim varsa, şərh bölməsində bildirin, zəhmət olmasa. Şərti refleks, şərtsiz refleks. 1-də mən ümumi cəhət yazacağam, 2 və 3-də fərqli cəhət yazacağam. Tanış olmayan qıcığın təsirindən tormozlana bilər. Düşünürəm ki, tanış olmayan qıcığın təsirindən tormozlana bilər fikri hər ikisinə uyğundur. Ola bilər, burada diqqətsizliyim varsa, siz bildirin fikirlərinizi. Refleks qövsünün onurğa beynindən keçir. Yenə deyirəm, istəyir beyin yarımkürlər qabığı olsun, istəyir beyin yarımkürlər qabığı olmasın. Hər halda şərti və şərtsiz refleksin hər ikisi onurğa beyindən keçər deyə düşünürəm. Ona görə beyni ortaya verirəm. Mərkəzi beyin qabığında yerləşir deyirsə, baxın, S-ni şərti refleksə qoyuram. Daxili tormozlanma baş verə bilər deyirsə, daxili tormozlanma baş verir. Yalnız daxili mi? Daxili tormozlanmadan ola bilərsə, D-ni də bura aid eləyirəm. Daxili tormozlanmadan, çünki şərtsiz reflekslər xarici tormozlanmadan olar. Şərti refleks həm daxili, həm xarici. Orqanizmin daxili sabitliyini təmin edir fikrini isə, Y-ni isə mən aid eləyirəm bura. Öz fikirlərinizi mənimlə bölüşün, görək siz də mənimlə həm fikirsiniz, yoxsa yox. Buzlaqlara baxırıq, situasiyadır. Buzlaqlar Mərkəzi Asiya, Dağlıq yaylası ətrafındadır. Burada artıq bəzi işarələr var, ona görə burada abituriyentin qeydi var, ağ yer açıram. Bir balaca burada öz yazılarımı təmizləyim ki, biraz səliqəli görsənsin və davam eləyirik. Gəlin görək bu fikrə, suala necə həll yanaşmalıyıq. Buzlaqlardır Mərkəzi Asiya, Dağlıq yaylası. Bax, yazıram Mərkəzi Asiya. Mərkəzi Asiya, Dağlıq yaylası arıquşu arealı Avstraliyaya bölünüb. Avstraliyaya birinci, sonra Cənubi Asiyaya, sonra isə deyir bizim üçün Şərqi Asiyaya bölündü. Bölündü. Yarım növlərə parçalandı. Avstraliya, Cənubi Asiya, Şərqi Asiya yarım növlərinə parçalandı. Və bu fərdin 2 eni bərabərdir 80-dir deyir. Olsun. Şərqi Asiya arıquşu növü, bax bu ortadakı, Avrasiya və Şərqi Asiya ilə çarpazlaşa. Baxın, ortada durduğuna görə hər ikisi ilə sərbəst çarpazlaşa bilər. Döllü də nəsil verə bilər. Lakin Avrasiya Şərqi Asiya arıquşu ilə çarpazlaşa bilmir. Yəni, Avrasiya ilə Şərqi Asiyanın arasında Cənubi Asiya var da, onlar sərbəst çarpazlaşa bilmirlər. Nəsil verə bilmirlər. Və görək bizdən nə istəyir? İstəyir, gəlin baxaq, bayaq ki yazını mən yenə yazım və deyəsən burada heç mən onu istifadə eləməyəcəm. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. Mikro təkamül baş verir. Baxın, mənə demir A və B nədir? Və deyir ki, işarələ, sonra yaz. Mikro təkamül nədə baş verər? Mən bilirəm ki, orada növ əmələ gəlmədir, düzdürmü? Növ əmələ gəlmənin də mən uyğun olaraq bura coğrafi növ əmələ gəlmə yazaram. Burada da ekoloji növ əmələ gəlmə yazaram və uyğunlaşdıraram. Mikro təkamül baş verir, istəyir coğrafi olsun, istəyir ekoloji olsun, hər ikisində mikro təkamül baş verir. Populyasiyanın gen tərkibi dəyişir hər ikisində. Növün arealı müəyyən hissələrə parçalanır coğrafidə. Arealı dəyişməmiş həyat şəraiti dəyişilir ekolojide. Baxın, coğrafi yazdım, ekoloji yazdım. Birinciyə 3-ü aid elədim, ikinciyə isə 4-ü. 1-2-ni isə hamısını aid elədim. Deməli, mən heç orada istifadə elədiyim sxemi burada, yəni 28-də tətbiq eləmədim. Arıquşunun 3 yarım növünün əmələ gəlməsində, bayaqkında, şəkildə göstərilənin hansı formasını aid eləyə bilərəm? Bax, şəkildə də bizə buzlaqlar verir. Sonra 2 areal göstərir. Sözsüz ki, bu coğrafidir də, areal hissələrə parçalanıb. Coğrafi, baxın, abituriyent də burada qeyd eləyib. Və deyir ki, hansı formaları, hansı yollarla baş verə bilər bu? Coğrafi növ əmələ gəlmə ya arealın genişlənməsindən baş verər, ya da arealın hissələrə parçalanmasından. Hansı yolları var?
İki yolu var. Arealın hissələrə parçalanması, arealın genişlənməsi. X-in qiymətini hesablayın. Cənubi Asiya arıquşudur. Cənubi Asiya arıquşusunu vermişdi. Yəni bir dənə yarım növdür. Biz bilirik ki, quşların hamısında erkək XX-dir. Dişilər isə XY-dir. Yazıram bura. Toxumluğun yetişmə zonasına daxil olan hüceyrə sayı N-dir. Mən bilmirəm nə qədər hüceyrə daxil olub. Yumurtalığın yetişmə zonasına da eyni hüceyrə daxil olub. Burada rəqəm verilən bir dənə budur, 5. Mən X-i hesablamaq üçün 5-dən başlamalıyam ki, görüm nə istəyir. Axı N nədir ki, mən hesablayayım X-i? Qametlərlə eyni cinsiyyət xromosomu daşıyan quş XY-dir. Qameti X götürürəm. Birinci dərəcəli yönəlci cisimciklərdə, baxın, burada bir yönəlci cisimciklərin birini X, X-ini isə yönəlci cisimciklərin Y götürürəm. Bu cürdür də. Qametim X-dir, böyük işarələdim. Deyir, qametlə eyni cinsiyyət xromosomu yönəlci cisimciklərin sayı 5-dir. Qametdə 5-dir deməli. Yönəlci cisimciklərin sayı da 5-dir. Fərqli desəydi 2 dənə olduğuna görə 10 götürərdim. Burada daşıyan dediyinə görə 5-dir. Yumurtalığa daxil olan hüceyrə də 5-dir. Burada da toxumluğa daxil olan hüceyrə 5-dir. Beləliklə, toxumluğa daxil olan hüceyrələrdə qametlərin xromosom sayını istəyirəm. X cinsiyyət xromosomu daşıyan qametlərin xromosom sayı 5 hüceyrə daxil olub. 5 hüceyrə daxil olubsa 4 dəfə artırar, olar 20 hüceyrə. 20 hüceyrə oldu, düzdürmü? Hər bir qametdə, baxın, 20 dənə mənim hüceyrəm var. 2N-im bərabərdir 80 idi, bayaq vermişdi. N-im bərabərdir 40-dır. Və qametlərdəki xromosom sayını istəyirsə, mən 20-ni də bir 40-a vuraram da, görüm qametlərimdə nə qədər idi. Beləliklə, 800 cavabını almış oldum. Mən öz izahımı sizlərə təqdim elədim. Vaxt ayırıb dinlədiyiniz üçün təşəkkür edirəm. Fərqli yolla həllər bilirsinizsə, suallara fərqli yolda yanaşırsınızsa, buyurun, sizin hər birinizin fikri mənim üçün maraqlıdır. Diqqətiniz üçün çox sağ olun.